Herkese salam dostlar, sizinlə mənəm Zırpaket 2026. Bu günləri yəqin ki son video olacaq bu ilki. Yəni 31 dekabra yaxın bir video olacaq. Ona görə də ümid edirəm ki video yaxşı bir bəyən olacaq, yaxşı kommentlər yazasınız çünki videoda yəqin inşallah ki maraqlı keçəcək. Ona görə də gəlin videoya başlayaq çünki videoda böyük və çox bir Zırpaket olacaq. Ona görə də gəlin başlayaq. Petards firmasının 60 ədədli Zırpaket için gəlin belə göstərim bir dənəsini. Qiyməti indi deyəcəm sizə blokdan, yəni mən bunun qiymətini 12 manat 50 qəpiyə blokunu almışam, 12 manat 50 qəpiyə. Sonra nə göstərim sizə maraqlardan. Bu video biraz maraqlı keçəcək çünki burada çox bir Zırpaket göstərəcəm sizə. Bunun qiyməti 50 qəpi idi. Korsar 1 demək olar bu. Yox, Korsar demək olar, 1 deyil bu. Sonra bunun qiyməti 1 manat idi. Maxim firmasının bilinmir hansı Zırpaketidir. Yəni yeni çıxıb. Bu MK536 qiyməti 1 manat idi. Bunun da maraq üçün aldım. Yəni maraqlı video olmasa və Zuki göstərim, balaca Zuki. Qiyməti 50 qəpi idi bunun da. Qiyməti 50 qəpi idi. Sonra nə göstərim sizə maraqlı. Gəlin Titan 1 və Titan 2 göstərim. Titan 1-in qiyməti 1 manat 50 qəpi, Titan 2-in qiyməti 45 qəpi idi blokla. Yəni blok paçkada alanda, böyük paçkada alanda belə gəlirdi. Sonra gəlin P23 4 ədəd var. Hərəsini 1 manat almışam. Çox ucuz almışam, bilirəm. Amma orijinal deyil deyə az almışam. Sonra gəlin belə bir zenqaları göstərim sizə. Zenqaların qiyməti də 1 manat idi. Bunlar da orijinal deyil deyə az almışam. Bunlar da gəlin arxaya düzək ki yer qalsın. Başqa Zırpaketlərə yer qalsın. Sonra gəlin blok göstərim. Bunun qiyməti 18 AZN-dir. Yəni blokun içində belə bir dəqiqə. Bəli, inşallah görürsünüz. İçi bunun qiyməti 18 AZN-dir. Bunun qiyməti 18 AZN-dir və içində 10 ədəd belə yuxarı uçan fişən kimi Zırpaketlər. Fişən kimi bir şeydir, bilməm adı nədir. Ona görə də fişən kimi bir şey deyəcəm buna mən. Sonra nə göstərim sizə, Explosive. Gəlin 10 ədədini heç olmasa düzək. Video maraqlı alınsın. Bir 5-6 dənəsini düzək. Videodakı böyük görsənsək. Qiymətini dedim sizə, yəni blokun qiyməti 15 AZN-dir. MK27 blokun hələ içində baxın qalıb. Ona görə yer yoxdur deyə bunu da belə qırağına qoyaq, belə qırağına qoyaq. Explosive. Yəni ki, istəsəz elə düzədilərəm yerə. Yerini bir dəqiqə onda gözləyim, bir dəqiqə düzüm bunları tez. Beləsinə. Və axırıncını da belə qoyum. MK27 görsənsin. MK27 15 AZN idi, 20 ədədli. Ümid edirəm ki ucuz almışam. Bəli, kamera düşmüşdü, bağışlayın. Və qiymətini dedim sizə blokun. Sonra gəlin belə böyüdən 2 dənə böyük göstərim. Koi 2010-un bir dənəsinin qiyməti 2 manat 50 idi. Bunun da qiyməti 2 manat 50 idi. 2 manat 50 qəpi idi. Gəlin biraz videoda böyük görsənsin deyə. Sonra Explosive P20 qiyməti blokun 12 AZN idi. İçində 20 ədəd var. Gəlin bunlar da maraqlı düzək. Qiyməti 12 AZN idi. 12 manat yəni. 12 manat idi. Qalanları isə belə düzək. Beləsinə düzək. Beləsinə düzdük. Qiymətlərini dedim sizə. Bunun qiyməti blokun
12 azayın idi. P20 çok güzel bir zırh pakettir. Qərar verirsəz ki, alırsınız. Bu da yaxşı bir zırh paketdir. Sonra gəlin Explosive Ek-27 göstərim sizə. Paçkasını açın bir dəqiqəlik. Ek-27'dir bu. Yəni bunu da 5 ədədini, 6 ədədini düzək ki, qəşəng görsənsin. Və bunları belə-belə düzək. Bağışlayın, vaxt da gedir, sizin nə vaxtınız gedir. Asta-asta çevirə bilərsiniz. Bunu da belə düzdük. Qiyməti 18 azayın idi blokun. Blokun qiyməti 18 azayın idi. Video biraz çox böyük olacaq, ona görə də bağışlayın. Narahatçılıq vardısa bağışlayın. Sonra bunun qiyməti neçə idi? Ek 6207'dir bu. Ek 6207 18 manat idi. İçində 20 ədədi var. Yəni bu da çox gözəldir. P20'dən yaxşıdır. P20'dən yaxşı bir zırh paketdir. Bunlar da gəlin belə düzək qəşəng olur. Bir videoda maraqlı alınsın. Sizə görə də yəni və şəkil üçün də qəşəng alınsın. Video qəşəng görünsün. 3 dənəsini də belə düzək. Və bir dənə tez düzün bunları beləsinə. Bunları bir dənə yerləşdirin belə ki, geri qalsın. Nətər yerləşdirin bunları bir dəqiqə bəli yerə qoydum fişəngləri çünki çox böyükdülər. Yəni videoda göstərəcəm hamısıları. Sonra nə göstərim sizə P750. Bunları gəlin düzməyək, elə bura qoyaq. İçində 10 ədədi vardı. Bunun qiyməti 18 azayın idi. Blokun qiyməti. Yəni bunları da belə divar tərəfə qoyaq. Qəşəng görsənsin. Bu da bugünləri video çox böyük alınacaq. Çox böyük alınır artıq. Və qiymətləri də çox bahadır. Ona görə də videoları hər gün çəkməyə çox çətindir mənə həmişə. Sonra Mamba göstərim sizə. Mamba 2 içində belə zırh paketlər də 19 ədəddir niyəsə. Yəni bunları da bir 5 ədədini düzək. Bir 5 ədədini düzün bunların da. Bir an kameranı düzəldim ki düşməsin. Burada 5 ədədini belə düzüm. Bunların da beləsini düzək. Biraz az düzüm ki belə görsənsin normal. Bir damcı düzdüm. Biraz yaxşı görsənsin. Sonra nə göstərim sizə. Bunlarla qalsın burada, yəni bunu da paçkasını qoyum qırağa. Sonra nə göstərim sizə maraqlı. Nə var maraqlıdan? Pirates yerləşməyəcək bu da. Pirates bunun da qiyməti blokun 24 manat idi. 24 dənədir içində. Bunda gəlmir 3-4 dənəsini belə düzək. Qəşəng görsənsin. 5 dənəsini belə. 5 dənəsini də yuxarı. 4 dənəsini yox, 5 dənəsini gəlib qoyaq. Bunun da qiyməti 24 azayın idi. İçində hələ qaldı, amma yəni vaxtı yoxdur deyə belə qoyaq.
Sonra nə göstərim sizlərə? Boss 1 2, yəni bu videoda bütün paketləri göstərəcəm. 3 blok boss qiyməti hərəsinin 14 AZN-dir. Yəni bu hər blokun qiyməti 14 AZN-dir. Bunları da ora düzək. Kamera düzək ki yer az tutsun. Sonra nə göstərim sizlərə? Yer qalmadı da artıq. Stolda yer qalmadı. Sonra nə göstərim? Megaları. Mega bu. Hərəsinin blokun qiyməti 25 AZN idi. Hər blokun qiyməti 25 AZN idi. Bunları da gəlin beləsinə qoyaq. Yer qalmadı artıq. Və böyük bir fişəng göstərim, gəlin. Yox, gəlin Big Bang. Bunu hələ açmamışam. Sizin yarınızda açacağım. Yəni kamera düşdü, bir dənə bağışlayayım. Gəlin kameranı belə qoyum ki, düşməsin. Və bunu da gəlin sizin yanınızda açım. Bunun qiyməti 20 gözün 16 AZN idi blokun qiyməti. İçində 8 ədəd vardı. Qiymətinə görə məncə dəyər. Yəni, yoxlamaq üçün aldım. Onu da videoda maraqlansın deyə aldım. Qiymətini də dedim sizə, yəni çox ucuzdur məncə bu qiymətə belə zır paket. Bu nətər düzün bilmirəm. Tamamilə bilmirəm, yəni bu nətər düzün. Bunu da beləsinə düzə bilərəm, yəni bundan da başqa bilmirəm nətər düzün. Gəlin beləsinə düzək. Belə. Sonra fişənglərə gəlin keçək. Belə bir fişəngdir. 16 dəfə vurur. Qiyməti 50 AZN idi. 50 AZN, maşallah, 50 AZN. Crazy. 50 manata almışam. Ümid edirəm ki, video bəyənərsiniz siz. Sonra başqa nələr var. Bəlim balaca fişəngləri göstərim. 4 ədədinə, yox, 3 ədədinə 4 manat vermişəm. Qiyməti belə idi. Sonra fişəngləri göstərim. Son videoda deyə hamısını göstərəcəm sizə. Belə bir fişənglərdir. Qiymətləri hamısının, hərəsinin 35 AZN-dir qiyməti. 3 ədəd almışam. Bu da ki fişəngin bloku. 3 ədəddə fişəng almışam. Ümid edirəm ki, video xoşunuza gəldi. Ona görə yenəmə lazımdır, like qoymaq lazımdır videoya. Və inşallah ki, gələcək video inşallah çıxacaq. Yəni, gələn il inşallah bundan çox bir videolar olacaq. Gələn ildə yox, söz verirəm, bu il 1-2 dənə video çəkərəm sizin üçün. Yəni, söz verirəm, sözdə tutacam inşallah. Ümid edirəm ki, kanalıma abunə olmusunuz. Gələn il mənsiz videolar olmayacaq. Yəni, mənim videolarım ilə baxas yeni il keçirdəsiniz. Yəni, inşallah ki, gəlin baxın bir-bir. Bunun içində hələ də var. Bunlardır. Və hər şeyi göstərdim. Bəli, yeni il belə qurtarır. Sağ olun dostlar, kanala abunə atın. İnşallah gələn il inşallah sizinlə yenə görüşərik. Sağ olun, kanala abunə atın və aldığım yer Sədərək Ticarət Mərkəzi idi. Sağ olun, 2026-cı il təbrik. Sağ olun.